pensiya çıxan şəxslər sonradan işləməyə davam edirlərsə, onların pensiyaları artırılır. Bu, onların işlədikləri dövrdə, yəni pensiya çıxdıqdan sonra işlədikləri dövrdə topladıqları məcburi dövlət sosial sığorta hesabına aparılır. Həmin şəxslər işləməyə davam edirlərsə və bu 6 ildən sonra onların pensiyaları yenidən artırılır. Bəs bu il həmin şəxslərin pensiyaları nə qədər artırılacaq? Bununla bağlı aydın bir şərh var. İstəyirəm həmin şərhi sizin diqqətinizə çatdırım. Bununla bağlı iqtisadçı alim deputat Vüqar Bayramov paylaşım edib. O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki orta aylıq əmək haqqlarındakı artım faizinə uyğunlaşdırılıb. O bildirib ki, mövcud qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyalarına əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90% nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə, yəni 144 çıxaq 72. Yəni pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayına bölünməklə pensiya məbləği yenidən hesablanır. Bununla yanaşı, işləyən vətəndaşların pensiyalarında bu il 2 dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydalara əsasən 9,3%-ə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, bu pensiyasına əlavə olunur. Məsələn, vətəndaşa 1 may 2020-ci ildə yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı ildə pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25.200 manat, yəni ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla pensiya kapitalı qeydə alınıb. Bu halda həmin şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı, yəni 25.200 manat 72-yə bölünməklə, 72 yəni dediyim kimi 6 il işlədiyi 6 il 12 ay, yəni ona vurulur 72 eləyir. 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu deməkdir ki, həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaş əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur. 800 manat, yəni əvvəl aldığı 800 manat, üstə gəl 74 manat 40 qəpik, yəni əlavə hesablanma. Yəni 800 manat vurulsun, 9,3% indeksləşdirmədən söhbət gedir. Üstə gəl 350 manat, bərabərdir 1224 manat 40 qəpik edir. Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılar işləməkdə davam edirlərsə və 6 il iş müddəti bu il tamam olarsa, yəni 2026-cı il tamam olarsa, o zaman həmin indeksasiya artımından həm də yenidən hesablanma artımından faydalana biləcəklər deyə Vüqar Bayramov şərhində qeyd edib. Onu da mən əlavə edim ki, elə şəxslər var ki, yəni 6 il tamam olmur, işlədiyi dövrdən 5 il, 3 il, 4 il nəsə işləyir, hansısa səbəblərə görə işdən ayrılır və yaxud da işdən çıxarılır. Bu zamanda həmin şəxslərin pensiyasına əlavə hesablanır. O demək deyil ki, hökmən 6 il olmalıdır. Əgər vətəndaş işdən çıxırsa, pensiyadan sonra işləyibsə və hər hansısa dövrdən 3 ildən, 4 ildən sonra işdən çıxırsa, o həmin dövr ərzində tutaq ki, 4 il işləyibsə, bu 48 ay edir. Və o pensiya kapitalı ona işlədiyi dövrdə də yığdığı məcburi dövlət sosial sığorta
hesablanmaqla o da bölünür, onun deməli pensiyasına əlavə olunur. Yəni deməyim odur ki, o demək deyil ki, hökmən 6 il işləməlidir. Əgər 6 ildən az işləyib, o işdən çıxırsa, işdən və yaxud çıxarılırsa, o həmin şəxsin də pensiyası yerində hesablanır və onun pensiyası artırılır.